Əgər evinizdə bir stəkan mürəbbə suyunuz varsa, mütləq bu peçenyelərdən hazırlayın. Gəlin hazırlama qaydasına keçək. Bir ədəd yumurta, stəkan yarım şəkər tozu ilə qarışdırırıq. Üzərinə bir stəkan mürəbbə suyu əlavə edib, yaxşıca qarışdırırıq. Qabartma, vanil əlavə edirik. Mən vişnə mürəbbəsini hazırladım. Siz istədiyiniz mürəbbə suyundan hazırlaya bilərsiniz. Bir stəkan duru yağ əlavə edib qarışdırırıq. 4 stəkan un əlavə edirik. Hissə-hissə əlavə edib qarışdırırıq. Əldə etdiyimiz xəmir nə çox bərk olacaq, nə çox yumşaq olacaq. Xəmirimiz hazır olduqdan sonra tavaya düzüb, üzərinə yumurta çəkib, əvvəlcədən qızdırılmış 180 dərəcəlik sobaya qoyub 20-25 dəqiqə pişməyə qoyuruq. Gündə bir kərpic düşür ömrümün sarayından. Gündə bir kərpic düşür ömrümün sarayından. Düşür